Salam hörmətli müəllimlər, axşamınız xeyir olsun. Biz YouTube kanalımızda ödənişsiz şəkildə videolar paylaşırıq və paylaşılan hər videomuza da 1000-2000 arası baxış gəlir. Və bəzən olur ki, təbii ki, daha çox baxış gəlir. Demək olar ki, yəni əksər müəllimlər, müəllimliyə hazırlaşan müdavimlər və yaxud da tələbələr bizi izləyir. Və biz əlimizdən gələni təmənnasız şəkildə kömək etməyə çalışırıq. Hər nə məqsədlə olur olsun, bundan yəni xeyli sayda insan yararlanır. Təbii ki, bir video çəkmək çox çətin başa gəlir. Bəzən olur ki, videoda texniki səhv işlədirsən və yaxud da texniki problem olur, o videonu təzədən çəkməli olursan. Nə qədər əziyyətdir. Bu bir yana. Bu kitabın hazırlanması, hər bir rəqəmin yazılması, şəklin qoyulması, sxemin qurulması, doğru cavab çıxarılması, texniki, mexaniki səhvlərə baxmaq, cavabların çıxarılması, hər bir şəkil, hər bir diaqram, hər bir cədvəl bir əziyyət tələb edir. Yəni, kitabın ərsiyə gəlməsi heç də asan məsələ deyil. Bunu anlayanlar anlayır. Sözüm nədir? Son günlər belə mesajlar çox gəlir bizə və qeyd olunur ki, bu kitabın PDF-ini istəyirik. Hörmətli müəllimlər, bu kitabın PDF-inin çıxarılması və yaxud da ki, elektron versiyasının istifadəsinə bir müəllif olaraq halallıq vermirəm. Çünki həqiqətən də burada əziyyət çoxdur. İnsan göz nurunu qoyur. Və təbii ki, istər-istəməz qaçılmazdır. Biz deməyimizə baxmayaraq, bu videonu görənlərdən içərisində də olsa, kimsə mütləq PDF-ini çıxaracaq. Və bizim xahişimiz o vicdanlı müəllimlərimizdəndir ki, vicdanlı müəllimlərimiz ətrafındakı insanlara, yəni o PDF-i çıxaranlara görəndə bir irad bildirsə ki, müəllim bunun halallığını vermir, müəllimin əziyyəti var, niyə PDF-ini çıxarırsınız? Təbii ki, o insan da müəyyən qədər düzələ bilər və yaxud da qruplarda görəndə irad bildirə bilərsiniz. Ən azından yəni bizim əziyyətimizə bir dəyər olaraq. Çünki bu videonu görən bütün demək olar ki, müəllimlər, müdavimlər bizim kanalımızdan faydalanır. Bizim də sizdən xahişimiz budur ki, əgər elə bir şəxs görsəniz ki, PDF-dən istifadə etmək istəyir və yaxud da istifadə edir və yaxud da ki, PDF çıxartmaq istəyir, ona öz iradınızı bildirin. Təbii ki, bunu hüquqi yolla da həll etmək olar. Sadəcə olaraq biz özümüzə bunu yaraşdırmırıq. Təbii ki, bu işləmək sizin üçün həyati əhəmiyyət daşımır, vacib deyil. Kim istəyər, imkanı varsa, çox da baha deyil, elə də bahalı bir şey deyil. Hər şeyə pul tapırıq, amma kitaba gələndə ya indirim istəyirik, ya da PDF-ini axtarırıq. Təbii ki, əksər müəllimlərimiz də var ki, əziyyətə dəyər verir, heç istifadə etməsə belə alırlar ki, sırf coğrafiyada yeniliklərdən xəbərimiz olsun, bizdə də olsun. Təbii ki, onlara heç bir sözüm yoxdur. Sadəcə olaraq, yəni yenə deyirəm, əgər imkan varsa, al, işlə, əgər yoxdursa, həyati əhəmiyyətli bir şey deyil, yəni vacib deyil ki, mütləq şəkildə işləyəsən. Ona görə də çox xahiş edirəm, elektron versiyasını istifadə etməyin və istifadə edənlərə də öz iradınızı bildirin, tənqidinizi bildirin.